Bura Monakodur. Hər 100 nəfərdən 87 nəfəri milyarderdir. İçəri girdik, deməli 73 euro qazinatan pul qazandı. 40, 60, 70 euro, 75 euro. 10 euro da uduzmuşuz içəridə. Heç buranı görəndən sonra konkret burada qalmaq istəyirsən. Əhalisinin təxminən 80% əcnəbilərdir. Cəmi 2,1 kvadrat kilometr əraziyə malikdir. Dünyanın ən varlı adamları bura köçür. Cinayət səviyyəsi demək olar ki, sıfırdır. Küçələrdə bahalı avtomobillər, hər addımda lüks həyat tərzi hiss olunur. Bura o qədər kiçikdir ki, bir günə piyada gəzmək mümkündür. Dünyada elə bir yer var ki, sahəsinə görə cəmi bir şəhər qədərdir. Amma orada yaşayanların çoxu milyonçudur. Avropanın cənubunda, Aralıq dənizinin sahilində kiçik, lakin möhtəşəm bir dövlət. Bura Monakodur. Salam əziz YouTube izləyicilərim. Monako lüks insanların lüks həyatın olduğu yerdir. Hər 100 nəfərdən 87 nəfəri Monakoda milyarderdir. İmkanlı insanların ən çox burada gəlib yaşama səbəblərindən biri də burada gəlir vergisinin olmamağıdır. Ən çox da mənim üçün maraqlı olan Monte Carlo kazinodur. Çünki Monte Carlo kazino 1800-cü illərdə təxminən fəaliyyətə başlayıb. İnsanların, varlı şəxslərin də bura gəlmək səbəbindən biri də həmin bu kazinoya görədir. İndi əgər icazə versələr, kazinonun içindən mən sizə çəkilişlər eləyib göstərəcəyəm. İzləmədə qalın. Qapıdan keçəndə bildirdilər ki, burada mikrofondan istifadə eləmək olmaz, amma mən yenə də istifadə edirəm, indi bilmirəm. Gəlib burada nə deyəcəklər. İndi çalışacağım ki, kazinonun olduğu yerə keçeyim, görüm icazə verirlər yoxsa yox. Ayaqlarımı yaxınlaşdım, dedilər bura kamera ilə girmək olmaz. Kontroldan keçəndən sonra bizi deməli kazinonun içinə buraxacaqlar. Hazırda indi sıra gözləyirəm. Kontroldan sonra kazino oyunların keçirildiyi yerə daxil olacaq. Girdik kazinonun içinə, orada çəkiliş eləməyə icazə vermədilər. Hətta heç kameranı da ora aparmağa da icazə vermədilər. Kameranı qoyduq çöldə. Deməli getdik, ödəniş elədik. Adam başı 20 euro girdik içəri. Deməli mənlə bərabər girən əmimlə getmişdik. İçəri girdik. Deməli 73 euro kazinatan pul qazandı. İndi gedirik 73 euro verək. Görək bizə pul verəcəklər yoxsa yox. Tutduğumuz pulu getdi çıxartdı. Əmim udmuşdu. Deməli 40, 60, 70 euro, 75 euro. 10 euro da uduzmuşuz içəridə. 85 euro Monte Carlo kazinosundan. Eğer ki bu pulu yerək tiket alaq, çevirək şeyə bir de oynuyor ama yok. Eğer ben qoyda çevirdə getdik. Yemək yeyək. Gedək yemək yeyək. İnanırsınız, heç buranı görəndən sonra İsveçrəyə getmək istəmirsən də, yəni konkret burada qalmaq istəyirsən. Mən istəyirdim bugün İsveçrəyə gedək. Amma şimdi fikrimi dəyişirəm, deyirəm hələ sabahlarımda qalıb buranı gəzmək lazımdır. Getdik aşağıları gəzməyə görə, aşağılarda nə var? İndi biz qalxırıq Monakoda tarixi bir qalaya. Deməli birinci Palazzo of Monako qalasına. Deməli çox tarixi bir qaladır, tarixi əhəmiyyətli bir qaladır. İndi nərdivanlarla qalxırıq, təxmini 500 metr yuxarı qalxmalıyıq. İndi qalxandan sonra qala haqqında bir çox məlumatları sizə verəcəm. Qala tarixdə hansı, nə kimi əhəmiyyətli olur, hansı şahlar, padişahlar idarə eləyir, o barədə sizə məlumat verəcəm. Monako yalnız təbiəti zənginliyi ilə yox, həm də tarixi və ailə sülalələri, Formula 1 yarışları və lüks həyatı ilə tanınır. Gəlin birlikdə bu kiçik krallığın yaranma tarixindən bugünə qədər olan hekayəsinə baxaq. Monakonun tarixi 10.000 illər əvvələ, hələ insanlar mağaralarda yaşadığı dövrlərə qədər gedib çıxır. Arxeoloqların tapıntılarına əsasən Monakonun ərazisində təxminən 300.000 il əvvəl insan məskənləri olur. Antik dövrlərdə bu sahil bölgəsi Yunanlar və Romalılar tərəfindən tanınırdı. Yunanlar buranı Monikos adlandırırdılar. Bu söz qədim Yunan dilində tək ev və ya tək məbəd demək idi. Rəvayata görə Herakl, yəni qədim Yunan qəhrəmanı bu torpaqlardan keçib və burada özünə iqamətgah salıb. Roma dövründə isə Monako ərazisi Romaya tabe idi və liman şəhəri kimi tanınırdı.
Dəniz ticarəti, balıqçılıq və daşımalar buranın əsas gəlir mənbəyi idi. 1191-ci ildə Monako ərazisi Genoa Respublikası tərəfindən ələ keçirildi. İtaliya o dövrdəki dəniz şəhər dövlətlərdən biri olan Genoa burada qala tikməyə başladı. Primi Prizce of Monaco qalasındayam. Qalmışıq qalanın yanına. Deməli, bir həftə qeyd ediyim kimi qala tarix boyunca çox strateji, əhəmiyyətli bir qalalardan biri olub. Fransa tarixi. Təxminən bu qalanın tarixi gedir 1200-cü illərə dayanır. Sarayın ilkin istiqaməti Genova qüvvələri tərəfindən qurulan bir qaladır. 700 ildir ki, qalada Grimlade ailəsi yaşayır. Grimlade ailəsi Monakonu idarə edirlər. Qala həm də bir çox dövlət tədbirləri, ziyafətləri üçün də təşkil olunur. Belə bir tarixi görmək həqiqətən çox gözəl bir şeydir. 18-ci əsrin sonlarında Avropanı sarsıdan Fransız inqilabı Monakoda tərsizsiz ötüşmədi. 1793-cü ildə Monako Fransaya birləşdirildi, Grimlade ailəsi isə ölkədən qovuldu. Amma Napoleonun süqutundan sonra 1814-cü ildə Grimlade ailəsi yenidən hakimiyyətə qayıtdı. Monako suverenliyini bərpa etdi, lakin bu dəfə Fransa ilə sıx əlaqə içində qaldı. 1861-ci ildə Monako Fransa ilə arasında rəsmi müqavilə imzalandı. Bu müqaviləyə görə Fransa Monakonun müstəqilliyini tanıdı. Amma Monako öz xarici siyasətində Fransaya uyğun davranmalı idi. Bugünə qədər də Monako Fransa ilə çox yaxın münasibətdədir. Valyutası avrodur, poçt sistemi və ordusu da Fransaya bağlıdır. İkinci Dünya müharibəsi illərində Monako yenidən çətin dönəmlər yaşadı. Amma müharibədən sonra xüsusilə Knyaz II. Rainer dövründə ölkə tamamilə dəyişdi. Rainer 1956-cı ildə Hollywood ulduzu Grace Kelly ilə evləndi. Bu nikah Monakonu bütün dünyanın diqqət mərkəzinə gətirdi. Hollywoodun parıltısı ilə Avropanın zagedən ənənələri birləşdirildi və Monako lüksun paytaxtına çevrildi. Bugün Monako cəmi 2,1 kvadrat kilometr əraziyə malikdir. Amma burada təxminən 40 min insan yaşayır. Əhalisinin təxminən 80% əcnəbilərdir. Monako dünyada vergi cənnəti ilə tanınır. Burada gəlir vergisi yoxdur. Buna görə də dünyanın ən varlı adamları, məşhurlar, idmançılar və milyarderlər bura köçür. Ölkənin iqtisadiyyatı əsasən turizm, bankçılıq, sığorta və əmlak sektoru üzərində qurulur. Monakonun limanı Port Hezole lüks yatlar, həm də beynəlxalq tədbirlər üçün məşhurdur. Monako Okeanografiya muzeyi kimi unikal yerlər var. Bu muzey 1910-cu ildə açılıb və dünyanın ən qədim dəniz tədqiqat mərkəzlərindən biridir. Monako dedikdə ilk ağla gələnlərdən biri də Formula 1 yarışlarıdır. Monako Grand Prix ilk dəfə 1929-cu ildə keçirilib və bu gün də dünyanın ən prestijli yarışlarından biri hesab olunur. Yarış Monakonun dar küçələrində, real şəhər yolları üzərində təşkil olunur. Bu yarışda sürücülər sadəcə bacarığını deyil, səbir və cəsarətlərini göstərir. Çünki bir səhv divar. Bu yarış həm Monakonun iqtisadiyyatına böyük töhfə verir, həm də hər il minlərlə turist cəlb edir. Monako mədəni baxımdan çox rəngarəng bir dövlətdir. Burada Monte Carlo, opera evi, balet festivalları, rock qalasındakı konsertlər keçirilir. Küçələrdə bahalı avtomobillər, dəniz kənarında restoranlar, hər addımda lüks həyat tərzi hiss olunur. Lakin Monako təkcə zənginlik deyil. Burada sabitlik, təhlükəsizlik və nizam da var. Cinayət səviyyəsi demək olar ki, sıfırdır. Çünki ölkənin hər yerində təhlükəsizlik kameraları və xüsusi xidmətlər fəaliyyət göstərir. 2005-ci ildə Knyaz Rainer III vəfat etdi və yerinə oğlu Albert II keçdi. Albert II həm müasir, həm də ekoloji düşüncəli bir liderdir. O, Monakonun yaşıllığa, təmiz və enerjiyə, okeanların qorunmasına yönəlmiş siyasətlərinə rəhbərlik edir. Albert II-nin rəhbərlik dövründə Monako həm beynəlxalq səviyyədə, həm də Avropa Birliyi ilə münasibətlərdə aktiv rol oynamağa başladı. Bugün Monako Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Avropa Şurasına daxildir və dünyanın ən yüksək həyat səviyyəsinə malik ölkələrdən biridir. Monako tarix, lüks və müasirliyin birləşdiyi yerdir. Bura o qədər kiçikdir ki, bir günə piyada gəzmək mümkündür. Amma o qədər zəngindir ki, hər daşında milyonlarla avro dəyərində əmlak var.
Monako əsrlərdir ki, azadlığını, müstəqilliyini və öz parlaq simasını qorumağı bacaran bir ölkədir. Və bəlkə də bu səbəbdən dünya onu kiçik, amma sonsuz dəyərli mirvari adlandırır.